Səhər adətimizə sadiq qalaraq kofemizi götürüb yola düşdük. İlk dayanacağımız yancaq doldurma məntəqəsi oldu. Çünki yolda qalma fikrimiz yox idi. Və nəhayət 40 səfərimiz başladı. Uzun yol bizi gözlədiyi üçün iki uşaqla hazırlıqsız çıxmaq qeyri-mümkün idi. Uzun yollara əyləncəsiz, musiqisiz getmək təbii ki, maraqsız olardı. Sürücülükdən çox kiçik sərnişinlərin istəkləri bizi məşğul edirdi. Ana dəm ver, su ver, yemək ver, acımışam və beləcə yol boyu kiçik dayanacaqlar qaçılmaz oldu. Bəli, gördüyünüz dağın başındakı o məbədə iki uşaqla necə qalxdığımız haqqında növbəti vloqumda qeyd edəcəm. Nəhayət, axşam düşmədən otelə çatdıq. İlk təəssüratım qarışıq idi. Nə çox yaxşı, nə də çox pis. Rahatlıq baxımından 5 ulduz bir yer gözləmirdim, amma bura üçün maksimum 3 ulduz verə bilərdim. Nömrəmiz kiçik eyvanlı standart otaq idi. Burada xoşuma gələn nüans eyvanın məhz uşaq oyun meydançasına açılması oldu və mən beləcə uşaqlara rahat şəkildə nəzarət edə bilirdim. Amma təəssüf ki, otel daxili uşaq oyun otağında demək olar heç nə yox idi. Uşaqların enerjisini boşaltması üçün sadəcə bir-iki şey düşünülmüşdü. Axşam yeməyimizi yedikdən sonra hovuza düşdük. Hovuz isə həm kiçik, həm bir qədər də təhlükəli idi. Gecə oteldə maraqlı bir şou təşkil olunmuşdu. Bir müddət izlədik, amma uşaqlar çox yorulmuşdu və saat 10-dan gec qalmayacağımızı bizə açıq şəkildə xatırlatdılar. Bəli, əgər uşaqlarla səyahət edirsinizsə, onların ehtiyaclarını və yorğunluqlarını görməli, dinləməyi bacarmalısınız. Səhər gözlərimizi dumanlı bir hava ilə açdıq. Səhər yeməyimizi yedikdən sonra gəzintilərə yola düşdük. Gəzintilərin detalları isə növbəti vloqda. Bu qədər.